Kürdəmirdə güclü yanğın hadisəsi baş verib. Hadisə rayonun Sığırlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini Ağamalıyev Rıza Qardaşxan oğluna məxsus 2 mərtəbəli ümumi sahəsi 130 kvadrat metr olan 8 otaqdan ibarət olan ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb. Ev sahibinin sözlərinə görə yanğın zamanı ona ümumilikdə 100 min manata yaxın maddi ziyan dəyib. Evdə bir qızımın cehizi yandı, bir gəlinimin cehizi yandı. 10 min manatlarımın məhsulunu satmışdım, o yandı. Gəlinimin 3 min manatı qızılı yandı. Mənim özümün də 33 ildir yığdığım dəyərində olan cehizim yandı. Ev alovlandı, yandı, heç bir şey əldə eləyə bilmədik. Bu evdə 3 dənə ailə yaşayır. 3 ailənin deməli bütün qızının, gəlininin özü 30 ildə işləyir. Qazandıqları hamısı da göz qabağındadır. Məsələ ilə bağlı Sığırlı kənd icra nümayəndəliyinin münasibətini öyrənməyə çalışdıq. Sığırlı kənd icra nümayəndəliyi Mehman Əmirov şifahi olaraq televiziyamıza bildirdi ki, hadisə baş vermiş evə baxış keçirilib. Hazırda ailənin mövcud vəziyyəti qiymətləndirilir və yaxın vaxtlarda icra nümayəndəliyi tərəfindən ailəyə tərəfimizdən kömək olması nəzərdə tutulur. İcra nümayəndəsi onu da bildirib ki, yanğın hadisəsi ilə bağlı Kürdəmir rayon icra hakimiyyəti tərəfindən rəsmi olaraq Fövqəladə Hallar Nazirliyinə məktub ünvanlanıb. Hazırda faktla bağlı araşdırma aparılır. Cəmilə Nəsir qızı Aqilə Sədəf Həcər Həsənova bugün informasiya proqramı üçün.